Salam, hörmətli şagirdlər. Bugün sizləri Turan Tədris Mərkəzinin 5 aprel 2026-cı il tarixdə keçirdiyi sınaq imtahanının 5-ci sinif üzrə ingilis dili sualları ilə tanış edəcəm. 41-ci sualımız indiki sadə zamana aid bir sualdır. İndiki sadə zamanın sualı və inkarı bilirik ki, DODAS köməkçi feili vasitəsilə düzəlir. Cümləmizin mübtədası 3-cü şəxsin təki olduğuna görə doesn't olacaq. Doğru cavabımız B variantı. 42-ci sualda isə she doesn't like watching TV, I don't like scary movies. Burada da hər iki tərəf inkar olduğuna görə, yəni xoşlamır olduğuna görə A variantında xoşlanmaq, yəni xoşlayan bir ifadədir. B variantında da D-də də, Y-də də doğru cavabımız olacaq C variantı. 43-cü sualımız yenə də indiki sadə zamanın sual formasının düzəldilməsi və ona verilən cavab haqqındadır. Do you play football on Sundays? Yes, I do. Olar ya da cavabımız ya da ki no, I don't. Burada da no, I don't olmadığına görə doğru cavabımız A variantı olacaq. Yes, I do. 44-cü sualımız cümlə qurmaqla bağlı sualdır. Biz bilirik ki, xüsusi sual cümlələrində sual söz what, köməkçi feil does, mübtəda he, have, for, breakfast. Doğru cavab B variantı. 45-ci sual sözünün işlənməsi ilə bağlıdır. Saatların qarşısında bilirik ki, ət işlənir və həftə sonu sözü də elə ət ilə işlənir və doğru cavabımız Y variantı. 46-cı sualımız zeri-zera ilə bağlı sualdır. Zeri-zera, bilirik ki, zeri tək isimlərlə, zera cəm isimlərlə işlənir. Zeri-zera özünə ən yaxın olan isimlə uzlaşır. Cat birinci tərəfimizdə tək isim olduğuna görə cavabımız olacaq zeriz. İkinci tərəfimizdə də cəm olduğuna görə olacaq zera. Doğru cavabımız C variantı. 47-ci suala baxırıq. Choose a correct variant. Doğru cavabı seç. There is a big mirror on the wall in the bathroom. Burada bathroom baxırıq. B variantındadır. 1B. There aren't any books on the table in the living room. Deməli, qonaq otağı A variantıdır. Olacaq 1B, 2A. There is a modern cooker and a large fridge in our kitchen. 3 də olacaq C. Doğru cavab D variantı. 48-ci suala baxırıq. Deməli, my cousins and I have blue eyes, not green. Deməli, yaşıl deyilsə, hər ikimizin gözləri olacaq mavi. My cousins and I have blue eyes, not green. Doğru cavab olacaq B variantı. 49-cu suala baxırıq. 49-cu sualımızda I sleep in my every night. Mən yatıramsa, deməli, yataq otağı olmalıdır. Doğru cavab C variantı. 50-ci sualda isə deməli pronounla bağlı sualdır. She is a teacher. O müəllimdir. Qadın cinsi Aysel, qadın adı olduğuna görə her name is Aysel. 51-ci sualda unscramble the underlined word, altından xətt çəkilmiş söz, hərflər dağınıq verilmiş söz, onu düzəltməliyik. Bu da Brazil olacaq. Doğru cavab D variantı. 52-ci sualda isə choose the odd one out. Biri fərqlidir sözlərdən. House to give the child the card. Bunlar isimdir. Cool isə sifətdir. Doğru cavab B variantı. 53-cü suala baxırıq. 53-cü sualda possessive case of noun ismi yiyəlik halıdır. Biz bilirik ki, ismi yiyəlik halının apostrof S-in ismi yiyəlik halı olmasından ötürü mütləq apostrof S-dən sonra isim gəlməlidir və ismi artırılmalıdır apostrof S. My mother's bag is red. Anamın çantası doğrudur. İkinci cümləmizdə apostrof S-dən sonra article gəldiyinə görə bu ismi yiyəlik halı ola bilməz. Üçüncü cümləmizdə my teacher's pen is blue. Müəllimimin qələmi. Bu da isim gəldiyinə görə və ismi artırıldığına görə 3 də doğrudur. Deməli, doğru cavabımız oldu 1 ilə 3 Y variantı. 54-cü suala baxırıq. Where are you from olar? Where are they from olar? I'm sorry. Are they from? Çünki cavabda verilir ki, they are from Japan. Deməli, onları soruşur. Ona görə bizə lazımdır. Where are they? Doğru cavab Y variantı. 55-ci sualda isə bayraqların ölkə adları ilə birləşdirilməsini istəyir. The United Kingdom C variantı, Azərbaycan A variantı, Türkiyə B variantı, Russia D variantı. Doğru cavabımız A variantı. 56-cı sualdan 60-cı suala qədər mətn sualıdır. Read the text and answer the questions. Mətni oxuyun və suallara cavab verin. Alice is a very talented girl. Alice çox istedadlı bir qızdır.
She starts to play the piano. O pianino çalmağa başlayır. She is only 5 years old. Onun 5 yaşı var. She practices a new song. Her teacher enters the room. O mahnı çalmağı məşq edəndə onun müəllimi otağa daxil olur. Alice doesn't see him because she plays the piano. Alice pianino çaldığı üçün onu görə bilmir. Her teacher believes that she will organize a big concert one day. Onun müəllimi inanır ki, o bir gün böyük konsert təşkil edəcək. It will be the most memorable event in her career. Bu da onun karyerasında unudulmaz bir hadisə olacaq. 56-cı sualda mətnə əsasən doğru cavabı tapmağımızı istəyir. A variantında deyir ki, Alice gitar çalmağı öyrənirdi. Səhv variantdır. B variantında deyir, onun müəllimi məşq edirdi mahnı çalmağı. Bu da səhvdir. C variantında deyir ki, Alice nə etmək istəmir. Konsert təşkil etmək istəmir. Səhvdir. D variantında deyir, she sees her teacher. O müəllimini görür. Y variantında deyir, Alice is a talented girl. Alice deməli istedadlı bir qızdır. E variantı doğru cavabdır. 57-ci sualda Alice practices a new song. Alice yeni bir mahnı ifa edir. She sleeps in her bed. Deməli çarpayısında yatır. Səhvdir. She burns her hand. Əlini yandırır. Her teacher enters the room. Bəli, onun müəllimi otağa daxil olur. O mahnı məşq edəndə. C variantı doğru variantdır. Why doesn't Alice see her teacher? Nə üçün Alice müəllimini görmür? Because she plays the piano. Doğru cavab B variantıdır. 59-cu sualda what does her teacher believe? Onun müəllimi nəyə inanır? Alice will organize a big concert. Alice deməli böyük bir konsert, Alice'in böyük bir konsert təşkil edəcəyinə inanır. 60-cı sualda isə how old is Alice? Alice'in neçə yaşı var? Elə bizim 3-cü cümləmizdə deyildi ki, Alice'in 5 yaşı var. She is 5 years old. Çox sağ olun dəyərli şagirdlər, diqqətiniz üçün təşəkkür edirəm.